Dərli abituriyentlər, mətn işləyən zaman qarşımıza çıxan sual tiplərindən biri budur ki, verilən cümləni üslubu cəhətdən zənginləşdirin. Təbii ki, bu sual tipi bizə bədii üslubda olan mətnlərdə təqdim edilir. Bizə əgər verilən ifadəni zənginləşdirmək tələb edirsə, təbii ki, biz bədii üslubun xüsusiyyətlərinə uyğun olaraq biz onu məcazləşdirməliyik. Gəlin bir neçə nümunə çəkim. Məsələn, bizə deyir ki, Əli öz dostuna kömək etdi. Təbii ki, bu cümləni əgər sən üslubu cəhətdən zənginləşdirmək istəyirsənsə, kömək etdiyi ifadəsini sən yardım etdiyi ifadəsini əvəz etməyəcəksən. Çünki o halda səhv olacaq. Gəlin kömək ifadəsini məcazləşdirək. Məsələn, Əli öz dostunun əlindən tutdu və s. bu kimi ifadə yaza bilər. Və yaxud da məsələn deyirəm ki, uşağın əlindən düşən qab məsələn sındı, qırıldı və s. Bu ifadəni biz necə zənginləşdirə bilərik? Təbii ki, uşağın əlindən düşən qab şüşə kimi hissələrə parçalandı və s. bu kimi ifadə yaza bilər. Yəni deməli məqsədim ondan ibarətdir ki, dəyərli abituriyentlərimiz, bizə cümlənin üslubu cəhətdən zənginləşdirmək tələb edirsə, orada verilən ifadələri biz məcazləşdirməliyik. Əksərən də frazeoloji birləşmələrlə əvəz etməliyik. Bu halda isə tam bal veriləcək. Diqqətinizə görə təşəkkür edirəm.